Yeniyetmələrdə valideyn münasibəti psixologiyada ən həssas və eyni zamanda ən kritik dövrlərdən biri sayılır. Bu dövrdə həm uşaq dəyişir, həm də valideynin ona yanaşması dəyişməlidir. Yeniyetmə kimliyi axtarır. Bu dövrdə gənc mən kiməm sualına cavab axtarır. Buna görə də daha müstəqil olmaq istəyir, öz fikrinin qəbul olmasını istəyir. Valideynlər bunu çox vaxt qarşı çıxmaq, sözünü saymamaq kimi qəbul edir, əsla elə deyil. Uşaqlarda hormonal dəyişiklik səbəbilə yeniyetmələr çox vaxt tez inciyir, tez hisslənir. Özünə inan bir qalxıb bir düşür. Hisslərini idarə etmək çətinlik çəkirlər. Valideynin sakit qalması bu dövrün ən vacib qaydalarından biridir. Uşaqlarda dostlar onun üçün mərkəzi keçir. Hər şeyini demir valideynlərlə. Valideyn bunu səhvən məni sevmir, mənə hörmət qoymur kimi algılayır. Qətiyyən belə deyil. Dinləmək, məsləhət vermək daha vacibdir valideynlər üçün. Ancaq onu dinləyən valideyni çox sevir həmin dövrdə olan uşaqlar. Niyə belə etdin? Sərt sualdır. Mən səni başa düşmək istəyirəm. Nə oldu? Bir yerdə söhbət edib hər şeyi aydınlaşdıra bilərik. Düzgün cavabdır. Qısa desək, yeniyetmə dönəmi mübarizə deyil, əməkdaşlıq dövrüdür. Valideyn anlayış göstərdikcə yeniyetmə daha sakit, daha etibarlı və daha yaxın olur valideynlərə.